təmizləmiş balığı qoyuruq göy kəsim taxtasının üstünə. Sonra göy kəsim taxtası nə üçündür? Balıq və dəniz məhsulları. Üstünü lazım çərtəcəyik. Piyanino. Öz balığı üstünü çərtirəm belə. Niyə görə ki, demişdim ki, isti bəli, sümüklərinə qədər keçsin və pişsin. Həmin ki, bastırma eləyəndə bütün duz, dad ətin içinə keçsin. Ət deyəndə balıq